Beyin adlanan orqan, qurğu fərdi prosessordur. Cəsədə, cisimə yaradan tərəfindən yerləşdirilib ki, birinci özün kontrol eləsin, problemlərin həll eləsin, özün bərpa eləsin. Özünə xeyir verə bilmirsə, bu qurğunun, bu orqanın heç bir anlamı yox. İstəyirsən lap Nobel mükafatı laureatı ol. Birinci, özünə dəstək, kömək olmalısan. Və buradan bəzi nüanslar çıxır ortalığa. Bu nüanslardan biri də odur ki, oxuduqca, bildikcə, öyrəndikcə başa düşürsən ki, insan heç nə kəşf eləməyib. İnsan heç nə yaratmayıb. O, alimlərin alimi hər şeyi yaradıb qoyub, Lomonosov olsun, Newton olsun, Einstein olsun, bütün onun yaratdıqlarını sadəcə görüb, o qabın içində, daşın altında bu şeylər var idi. Və əgər yaradan məsləhət bilibsə, məsələn, difteriya əleyhinə peyvəndi biz görə bilmişiksə, malariya əleyhinə, məsələn, elə alimlər olub ki, patentləşdirməyib kəşfini, ondan heç bir xeyir götürməyib. Deyib, məsələn, mənim faşistlər 2 nəvəmi öldürüblərsə, mən milyonlarla uşağı poliomiyelit əleyhinə vaksin düzəldən alim, mən milyonlarla uşağı xilas eləmişəm. O 2 öldürülmüş nəvəmin əvəzinə. Bundan böyük qisas ola bilərmi? Və buradan belə nəticə çıxır ki, azdan çoxdan başı işləyən adam, ağıllı olan, elmi olan adam xain olmamalıdır. Bilgilərin bölüşməyə qorxmamalıdır. Nəysə Allah Taala görməyə buna imkan, şərait yaratdırsa, onu gizlincə saxlamalı deyil. Niyə görə saxlamalı deyil? Çünki o yaradan özü xəsis deyil. O, bir çox sirlərin insanların mənafi, rifahı uğruna aşkar eləyib. Bu qədər var olsun.